İslam dini ərəbin dinidir. Bu fikir tez-tez səslənir. Bu fikir mənim bir sözümü təsdiq edir. Özünü türkçü kimi cəmiyyətə sırmağa çalışan, amma əslində İslam düşmənliyi edənlər türk deyirlər. Onlar yəhudidirlər. Niyə? Çünki yəhudilikdə din və millət anlayışı eynidir. Yəhudi dini yəhudilər üçündür. Həmin fikri götürüb, tərcümə edib türk dünyasına sırmağa çalışırlar. Bu etnik din fikri yəhudilərə xasdır. Digər millətlərdə belə bir fikir yoxdur. Afrikanın cəngəlliklərində geridə qalmış xalqları nəzərdə tutmuram. Müasir sivilizasiya olan millətlərdə belə bir fikir yoxdur. Yəni sən İtalyansan, xristian olmalısan, sən gürcüsən, xristian olmalısan, sən ərəbsən, müsəlman olmalısan, belə bir fikir yoxdur. İnanc şəxsi məsələdir. Bir də ki, inancda ən əsas prinsip səmimiyyət prinsipidir. Bir insan bir millətdən olduğu üçün bir dinə inanırsa və ya inanmırsa, deməli o səmimi deyil. Bir insan türk olduğu üçün İslama inanmayacaqsa, türk olmasaydı, ərəb olsaydı inanacaq idisə, deməli o səmimi deyil. Heç kimin bir insanın nəyə inanmağına qarışmağa ixtiyarı yoxdur. Mən demirəm, türk müsəlman olmalıdır ya inanmalıdır. Yox, istəsə inanar, istəsə inanmaz. Heç kimin ixtiyarı yoxdur ki, bir türkdən və ya bir başqa millətdən soruşsun ki, sən niyə İslam dininə inanırsan və ya inanmırsan. Bu birinci məsələ. İslam ideologiyası Ərəbistan yarımadası ortaya çıxıb, terminlər ərəbcədir. Bəli. Bütün ideologiyalar hər hansı bir yerdə meydana çıxır və meydana çıxdığı coğrafiyanın dilində olur o ideologiyanın terminləri. Amma o demək deyil ki, o ideologiya orada da qalmalıdır. Demokratiya, diktatura, kapitalizm və s. bu tipli terminlər Avropada ortaya çıxıb və onların müxtəlif terminləri, bu ideyaların terminləri Avropa dillərindədir. Amma kimsə durub desə ki, bizim ölkəmizdə demokratiya olmamalıdır, çünki o Avropa dilindədir, Avropadan gəlib, çox gülünc səslənər. Və yaxud türk futbol oynaya bilməz, çünki futbol İngiltərədə çıxıb, İngiltərədə yaranır, futbol sözü ingiliscədir, bu çox gülünc səslənər. İslam da həmçinin. İslamın Ərəbistan yarımadasında yaranması, terminlərin ərəbcə olması o demək deyil ki, o təkcə ərəblərə xasdır. Mövzunu davam etdirəcəm, bu qədər.